Salam, hörmətli icracı. Vətəndaşlar tez-tez sual verir ki, bəs mən sürücü vəsiqəsi alsam, sosial yardımın verilməsi dayandırarmı? Və yaxud sürücü vəsiqəsi alsam mənim əybim və ya oluna bilərmi? Beləsinə sualları tez-tez verirlər, hörmətli icracı. Mən hüquqşünas Zaur Seyidzadə öz təcrübəmi sizinlə bölüşmək istəyirəm ki, hansı halda sürücü vəsiqəsi ala bilərsiniz, sosial yardım yəni kəsilməz, belə deyək, dayandırılmaz. Eyni zamanda əlinizdə vəq olmaz. Bunu mən öz təcrübəmi həm hüquqşünas kimi sizinlə bölüşəcəyəm, həm əli arabasında olan bir şəxs kimi bölüşəcəyəm, eyni zamanda əli təşkilatının rəhbəri kimi. Zəhmət olmasa, daha çox şəxs bu barədə bilməsi üçün videonu bəyənin, kanala abunə olun. Söhbət gedir YouTube kanalına, hörmətli izləyicə. Zəhmət olmasa. Ona görə ki, mən bir dəfə bu barədə danışmışam. Görürəm ki, insanlara az çatıb məlumat. Ona görə tez bu sualı verirlər. Mənə dəstək üçün dediyim kimi, videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə xəbər olsun. Və yəni keçdiyim mövzuya, hörmətli izləyicə. Amma birinci növbədə məlumat vermək istəyən əybin verilməsi ilə bağlı, yəni sürücü vəsiqəsi olanlar hansı halda əybi ala bilər və ya vəq oluna bilər. Ona görə ki, mən bilən ki, əybi olan şəxsə biraz hörsəsi çatmır, axıra qədər baxmağa. Ona görə. Beləni keçdiyim mövzuya. Qeyd edim ki, müəyyən hallar var ki, əybi olan şəxslər sürücü vəsiqəsi ala bilər. Buna məhdudiyyət yoxdur. Məsəl üçün belə deyək, adamın ürəyi xəstədirsə, böyrək xəstədirsə və yaxud aşağıdan dizdən aşağı ayaqları yoxdursa, bu formada yəni belə sürücü vəsiqəsi ala bilər. Bununla bağlı problem yoxdur. Bir faktı da demək istəyirəm, əgər sürücü vəsiqəsi verilmirsə, onda əybi olan şəxslərə, müəyyən imtiyazlı şəxslər dövlət tərəfindən niyə maşın verir? Məsələn, Çernobıl əybilərinə, Qarabağ əybilərinə və digər imtiyazlı olan əybilərə maşın verir dövlət tərəfindən. Nəzərə alın, hörmətli icracı. Və keçən sosial yardımla bağlı məsələ belədir ki, hörmətli icracı, sosial yardım sürücü vəsiqəsinə görə dayandırılmır. O, avtomaşına görə dayandırır. Yəni, kiminsə maşını varsa, o halda dayandırır. Kiminsə mototsikli varsa, kiminsə mopedi varsa, o halda dayandırır. Nəzərə alın.